Salam. Gəlin 51 yaşlı veteran boksçumuz Əli İsmayılovun son durumu və hədəflərinə bir nəzər salaq. Bilirsiniz də, Azərbaycanın bürüncəli ləqəbli boks əfsanəsi Əli İsmayılov. 51 yaşında hələ də döyüşür. Türkiyədə təzəcə bir qələbə də qazandı. Yəni bu yaşda bu əzm doğrudan da heyrətamizdir. Deməli birincisi Fethiyyədə döyüşdü. Rəqibi özündən demək olar xeyli cavan, 28 yaşlı Erhan Uzun idi. 8 raundluq döyüş idi, amma Əli işi 6-cı raundda bitirdi, texniki nokautla. Düzdür, rəqib ilk raundlarda çox aktiv idi, amma Əli təcrübəsini işə saldı da, gücünü saxladı, sonra 4-cü raunddan tempini artırdı, dəqiq zərbələrlə işi bitirdi. İkincisi, Əli özü də deyir ki, hə, yaş təsir edir, bərpa yavaşlayır, sürət əvvəlki deyil, amma təcrübə var axı. Deyir taktika ilə, rəqibi yormaqla, dəqiq zərbələrlə bu boşluqları doldurur. Heç yaddan çıxıb keçən il Moskvada Rəsul Maqamedovu 2 dəfə həm də nokautla udub MDB kəmərini qorudu axı. Və nəhayət Əli dayanmır, planları böyükdür. Oktyabrda Praqada, dekabrda Berlində çempionluq kəməri üçün döyüşlər danışılır. Məqsəd də aydındır. Yaş faktoru var, ona görə də tez bir zamanda titul döyüşlərinə çıxmaq, dünya səviyyəsində özünü göstərmək istəyir. Bax belə, 51 yaşında qələbələr seriyasına davam edən və çempionluq hədəfləyən Əli İsmayılov əzmkarlıq və təcrübənin yaşa necə meydan oxuduğunu əyani şəkildə göstərir.